Tək şirvana şirvana Könlüm intizarda değil, kalbim ahızarda değil. Sevgim sallarda değil, sevgim sallarda değil. Kara bak torbanımdan, kara bak torbanımdan, kara bak torbanımdan, kara bak torbanımdan. Sağlar için Ay Samir'in hikmeti yadıma düştü Sevgazım səhrinə gətirlərmişdi Alimin səsində güllər yetişdi Alimin səsində güllər yetişdi Əsvah olmayıbdı sarşalağıma Cahan mülküdür fayşalağıma Əsvah olmayıbdı sarşalağıma Cahan mülküdür fayşalağıma Alimin sağın canı, sağın dene Süleyman'ı. Yağmur benim hoş mekan, yağmur benim hoş mekan. Kara bak torbanımdan, kara bak torbanımdan, kara bak torbanımdan, kara bak Hər aşığın dövranı var İndiki devranda mənəm Telli sazım xoş avazım Ay telli sazım xoş avazım Şehirdə dastan da mənəm Şehirdə dastan da mənəm Şehirdə dastan da mənəm Seyyidətim sabir olur Nəsibi də şair olur Mahmud olur şakir olur Ay Mahmud olur şakir olur İndisə şirvanda mənəm İndisə şirvanda mənəm İndisə şirvanda mənəm Bülbülün gelin həvəsi, ətir qoxuyur nəfəsi. Bülbüllərin şənlənməsi, bülbüllərin şənlənməsi. Qara bax torbanımdan, qara bax torbanımdan, qara bax torbanımdan, qara bax torbanımdan. Azərbaycan torpağındadır Şirvan olsun Əziz mənim xalqım, əziz mənim izləyicilərim. Mən istəmirdim bu ikinci videonu paylaşım, amma məcbur elədi. Bu əli özünün yandıra gedir. Deməli indi bir video paylaşıb, səsi kəsib, güya başqa bir manafa atırmış. Amma bilmir ki, onun səs yazıları məndədir. İndi çox danışmayacağım. Bir dənə onu deyirəm ki, Əli, bu sənət deyil. Ged özünə bir sənət tap, səndən böyüyəm. Bu sənin işin deyil. Sən özün yandıra gelsən, biabır olmusan. İndi mənim xalqım, düzdür, mənə səs atdı, sildi. Dedim, Əli, səs atmışsan, silmişsən. Dedi, hə, 2 dənə manat var, dəyişik salmışdım. Dedim, hə, elə bildim mənəm. Dedi, yox, sənin stolun oradadır. Mən çox danışmaq istəmirəm. Sadəcə, onun da səsin tədbirdən də sonra səsini qoyacağım. Tədbirdən sonra gideyirik ki, niyə gəlmədin? Mənim də özüm ona nə deyirəm, o səslə qoyacağım. Hər iki səsin içində qoyacağım. Əsil düzgündən qulaq asın, bu özün yandıra gedir. Səsləri qoyuram, qulaq asın. Yo, size atmışam. Siz de bizim qonaqlar siyasındasınız. Size göndermişəm o heç. Biz sizi qonaq kimi dəvət edirik yəni. Amma onun da adı Manafdır, Manaf müəllim. Ona indi atırdım. Sizə ondan tez atmışam. O bayaqları başçı zəng vurmuşdu mənə. Ona görə o da gələcəkdi. Deyir ki, biz bir yerdə gələk ona görə. İcra başçısının bir yerdə gələcəklər onlar. Amma siz de bizim qonaqlar siyasındasınız. Salam güzel insan, necəsiniz? Biz sizi o gün gözlədik. Sizə qəşəng bir yerdə yer ayırmışdım mən. Hansı ki, xalq artistləri, millət vəkilləri. Özünüz də sizin ustasınız, amma xalqın artisti olmaq çətindir, siz xalqın artistiz. Bəs niyə gəlmədiniz bizim o gözəl tədbirimizə? Heç xəbər də eləmədiniz. Finansal baxımdan bizi geri saldınız. Safirin bilirsiniz ki, çox bahalı yerdir. Əsas salon delirdi, öz içkili menü ilə. Sən belə şeylərdən qorxan oğlan deyilsən, onu bilirəm. Amma
Maraqlıdır, niyə gəlmədiniz? Salam Əli, salam. Necəsən? Nə var, nə yox? Əli, and olsun Allaha. İstədim sənə zəng eləyəm, utandım. Elə bir xəbər gəldi, bir vacib qəziyyət düşən var idi də. Yoldan qayıtmışam ha, yoldan. Evdən çıxmışam, hardasa bir kilometr çıxmışam, xəbər gəldi. Aburatımda Geceyni rayona çıxdım. Sənə də utandım zəng eləməyə. Demədim, sən məni indi məmnətər tanıyırsan, mən elə şeydən qalan döyüldüm. Özüm də dedim ki, razı ki, böyük məmnuniyyətlə orada qardaşının zürrü say, həmişə sənin qulluğundayım. Bundan qurtarmır ki, mən sənin qulluğundayım, belə bir şey oldu, and olsun Allaha. Yoxsa yadındadır, birinci dəfə səs atanda dedim, qardaş, baş üstə mən oradayım. Çünki işim gücüm yox idi, boşluq idi, məhərrəmli idi. Zürrü sayaz qardaş, amma qulluğundayım. Əli, bugün bir xəbər çıxdı qabağıma. Əli Əliyev, Manşetazın jurnalisti, mənim haqqımda xoşa gəlməz sözlər deyib, istəyirəm onu xalqıma və Əlinin özünə bir aydınlıq verim. Bu yaxınlarda ayın 16-sı Əli mənə zəng elədi ki, bizim saytın 5 illiyi idi. Möhtərəm qonaqlar olacaq, mən istəyirəm sən orada iştirak eləyəsən. Mən də dedim ki, böyük məmnuniyyətlə, indi təbii ki, mən qalmıram. Elə oldu ki, müəyyən səbəblərdən elə bir problem oldu. Üzrə gedən oldu da bizimkilərdən, mən oraya gedəmədim. Əliyə dedim ki, Əli, üzrlü say, inşallah əvəzini çıxaranda və belə şey oldu, gəldim və gələ bilmədim. Belə dedim, getdi. Bu, indi ondan, bu özünə gedib, mənim haqqımda deyir ki, Manaf hansısa məclisdə oxuyub, səsi işləməyib, qaçıb, nağarıb, xahiş edirəm, onu göstərsin. Mən buradan Əli sənə bir söz demək istəyirəm ki, birincisi, mən Qarabağlıyam. Qarabağda da səsdən başqa işlə yoxdur. Yəni, adicə bir şoförü tutub oxudursan, səsi var. Bir silesarı tutsan, oxudursan. Qaldı mənim sənətim haqqında. Yəqin ki, baxmısan, baxmamısansa mən sənə verərəm, baxarsan. Habil Əliyev kimi bir şəxsiyyət. Arif Babayev kimi bir şəxsiyyət, İslam Rızayev kimi bir şəxsiyyət, Ağaxan Abdullayev bir şəxsiyyət, Mənsum İbrahimov mənim haqqımda, sənətim haqqında nə lazımdırsa da deyiblər. Və sənin yaşından da çox, mən bu sənətdəyim, 40 ildir xalqa xidmət edirəm. Getdiyim məbləğ də yəqin ki, sənə bəllidir. Yəni, o məbləği verirlər. Kalendarla bu yaşa qədər toya gedirsansa, deməli, yaxşı oxuyursan ki, aparırlar. Pis oxuyanı heç vaxt aparmazlar. Bu bunun izahı. Orada İlhamə xanımın adını çəkirsən, Allah ona qəni-qəni rəhmət edesin. İlhamə mənim evimdə də olub, mənim xeyir işimdə də olub, mən də onun xeyir işində də olmuşam. Məni ondan da çox istəyən olmayıb. Həmişə də mənim sözümü deyib, yalan danışırsan, burada belə oldu, belə oldu. Biz uşaq deyilik ki, İlhamə xanım bizi danlasın, onun bizdən nə işi var idi. Mənə hörmət edən xanımlardan biri olub, ona Allah rəhmət eləsin. Bu da bir aydınlıq. Qaldı, indi hörmətli tamaşaçılar, mən Əlinin səsini qoyacağım, qulaq asın. Bir də səni xatırladım. Allah xoş edəm xanımın canını sağ eləsin. Səni axtarıram təzə olan vaxtı. Peterdə bir dənə ölü var idi, bir meyit vardı, onu gətirmək lazım idi. Onu mən zəng elədim, Xoşqədəm xanıma dedim ki, və mənim orada dostlarım var, mən onlarla maraqlanım, görüm, mümkündürsə gedib gətirərik. Sən Əlini, biletin mən aldım. Buradan bir komanda yığışdıq, getdik, onu götdük, gəldi. Sən orada mənə dedin ki, halal olsun, sənin kimi mən kişi görməmişəm. Sən əlində, təbii ki, yağın yadından çıxmaz. Yadında da həmişə də məni görəndə 100 metr qabaqdan gəlib görüşmüsən, həmişə hörmətlə yanaşmısan, Allah var da. İndi mən orada getmədiyim üçün sən məni belə şantaj edirsən, təbii ki, bunlara cavab verməli olarsan. Sən şantaj edirsən, bir də bir şey yadında saxla ki, qara ləkə götürmür. Məni xalq qəşəng tanıyır. Mən o olanam ki, pandemiyada xalqım üçün, bu ayıb demək, amma yeri gələndə demək lazımdır. Mən nələr eləmişəm. Mən müharibə dövründə tirlərlə yardım aparmışam. Dağcı bir qaziyə maşın alıb bağışlamışam. Yəni, mən bir xeyriyyətçi. Bir də Əli, deyirsən ki, Manaf oxuyan deyil. Amma
telefonda deyirsən ki, möhtərəm qonaqlar olacaq, adlarını saymıram da, indi cəmaat biləcək. Filan kəs olacaq, filan kəs olacaq, böyük, möhtərəm bir məclisdir. Səni orada görmək istəyirəm. İndi mən sənə sual verirəm. Deyirsən ki, mən oxuya bilmirəm. Nə yaxşı mən ora dəvət edirsən? Xeyirdirmi? Mən oxuya bilmirəm də, sən deyirsən ki, oxuya bilmirsən. Və onda mən niyə dəvət edirdin ora? Gəlmədim, sonra pis oxuyan oldum. Bir, dediyin sözün fikirləş denən. Öz səsindir. Öz səsi ilə qulaq asalsan ki, kimlər o məclisdə olacaq, mən ora dəvət edirsən. Və mən oxuya bilmirdim, nə yaxşı mən dəvət edirsən. İndi hörmətli tamaşaçılar, mən əlinin səsini qoyuram, qulaq asın, görün nədən sonra bu başlayıbdır. Məni də bir şey yadında saxla. Şantajaca da pulum yoxdur. Kiməsə pul verin, mən şantaj eləməm. Başa düşdündə nə deyirəm? Bura qədər. Xahiş edirəm, əlinin səslərin, dilliyin qulaq asın, özünüz qiymət verin. Salam Məhəmməd, mənim vaxtınız xeyir olsun. Əli Vəliyev narahat edir sizi, Manşetat Xəbər portalının baş redaktoru. Əziz müəllim, bizim deməli Manşetat saytının 5 illik yubileyidir. Dövlətdən rəsmi maliyyələşirik və ona görə belə qərar verildi ki, ayın 16-sında Sapir Sarayda, Sapir Sarayın web salonunda geniş şəkildə bunu qeyd edəcəyik. Bütün dövlət hökumət nümayəndələri dəvətlidir, prezident administrasiyası nümayəndələri, ondan sonra Anar müəllim olacaq, Mədət müəllim olacaq, Anar Əkbərov, Mədət Quliyev, Hikmət müəllim, müavinlər, televiziya, qəzet, sayt rəhbərləri, nazirlər, generallar, icra başçıları, mədəniyyət naziri də olacaq. Böyük məmnuniyyətlə sizi də dəvət edirik. Siz mənim üçün dəyərlisiniz. Allah qoysa bizə şərəf olar. Ayın 16-sı sabah öbürsün Sapir Sarayın web salonunda böyük məmnuniyyətlə gözləyəcəyik.